Faberlik 1997-ci ildə Rusiyada yaradılıb. Kosmetika, ətir, dəriyə qulluq məhsulları, ev kosmetikası kimi məhsullar istehsal edir. İstehsal sahəsi 35.000 kvadrat metrdir. Ən son texnologiyalar ilə təchiz olunub. İl ərzində dünyanın 40-dan çox ölkəsinə 155 milyon hazır məhsul istehsal edir. İstehsalat beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına uyğun olaraq ISO 9001, GMP və halal sertifikatlarına uyğun olaraq həyata keçirilir. İstehsal sahələrinin miqyasına və potensial güclərinin qiymətləndirilməsinə görə Faberlik Rusiyanın ən böyük kosmetik müəssisələrindən biri kimi tanınır. Şirkət İsveçrə, İspaniya, Belçika, Almaniya, Fransa, Hindistan, İsveç və s. kimi ölkələrdən xam mal alır. İstehsalda qabaqcıl Avropa istehsalçılarının müasir avadanlıqlarından istifadə olunur. Təhlükəsizliyin qiymətləndirilməsi in vitro metodları ilə müəyyən edilir, yəni heyvanlar üzərində sınaqdan keçirilmir. Laboratoriya şəraitində hüceyrələr, toxumalar və ya süni bioloji modellər üzərində test edilir. Hər məhsul istehsalatın bir neçə mərhələsində yoxlanılır. Yüksək istehsal həm bugünkü uğurumuzu təsdiqləyir, həm də gələcəkdə daha böyük nailiyyətlər üçün möhkəm təməl yaradır. Faberlik Azərbaycan olaraq biz inkişaf edən, böyüyən və bazarda mövqeyini davamlı şəkildə gücləndirən bir quruluş olduğumuzu bir daha sübut edirik.